Thomas Hunt Morgan 25 sentyabr 1866-cı ildə ABŞ-da Kentucky ştatında doğulmuşdu. Onun ailəsi ata tərəfdən cənub buğdaları və plantator nəslindən idi. 1886-cı ildə Kentucky kollecini fərqlənmə ilə bitirən Thomas yeni təsis olunmuş John Hopkins Universitetində zoologiya sahəsi üzrə aspirantura başladı. 3 ildən sonra dəniz hörümçəklərinin embrioloji inkişafı haqqında araşdırma ilə doktorluq işini müdafiə etdi. Thomas Morgan 1897-1901-ci illərdə regenerasiya haqqında silsilə məqalələrini nəşr etdirmişdi. 1900-cü ildə Mendelin qanunları yenidən kəşf olunduqdan sonra Morgan genetika ilə maraqlanmağa başladı. Uzun illər drozofil milçək üzərində aparılan tədqiqatlar ilişikli irsət ideyasına və Krasnover haqqında fərziyyənin ortaya çıxmasına səbəb oldu. 1911-ci ildə Science jurnalında nəşr olunan məqaləsində Morgan genlərin xromosomlarda, bəzilərinin isə cinsi xromosomlarda yerləşdiyi ehtimalını irəli sürdü. 1933-cü ildə fiziologiya və tibb sahəsində Nobel mükafatı irsiyyətdə xromosomların rolunu müəyyən edən kəşflərinə görə Thomas Morgana verilmişdi.